Salam uşaqlar, biz bugün sizinlə dərsliyin 7, 8, 11 və 12-ci səhifələrini yerinə yetirəcəyik. İlk öncə Azərbaycan dili fənni ilə başlayırıq və birinci sualımızla tanış olaq. Hansı sözün tərkibində dodaqlanan saitlərin sayı digərlərindən daha çoxdur? Deməli, bizdən dodaqlanan saitləri istəyir. İlk öncə gəlin dodaqlanan saitləri yazaq. O, Ö, U, Ü. Deməli, bizə bu saitlər lazımdır. Novruzgülü sözündə O, U, Ü, Ü. 4 dənə dodaqlanan saiti var. Quzuqulağı sözündə U, U, U. 3 dənə dodaqlanan sait var. Bənövşədə Ö. Bir dənə dodaqlanan sait var. Qızılgüldə Ü. Bir dənə dodaqlanan sait var. Sualımız belə idi ki, ən çox hansıdır? Ən çox Novruzgülü A variantı. İkinci sual. Sabah bizə çoxlu qonaqlar gələcək cümləsində belə bir söz yoxdur. Ad bildirən söz yoxdur, say bildirən söz yoxdur, əlamət bildirən söz yoxdur, yoxsa hərəkət bildirən söz yoxdur. İndi, sabah bizə çoxlu qonaqlar gələcək. Hərəkət bildirən söz var. Kim gələcək? Qonaqlar gələcək. Ad bildirən söz də var. Nə qədər qonaqlar gələcək? Çoxlu, say bildirən söz də var. Deməli, burada əlamət bildirən söz yoxdur. Yəni, burada necə, nə cür, hansı sualına cavab verən söz yoxdur. Cavab C-bəndir. Hansı sözdə nöqtələrin yerinə U yazılmalıdır? Mübarizə Ü, mübahisə Ü, musiqi U, müqayisə Ü. Bizdən U istəyirdi. U yazdığımız da B variantıdır. Hansı söz yanlış yazılmışdır? Yanlış yazılan sözü tapaq. Palıd doğru yazılıb. Dost doğrudur. Neft doğrudur. Şaxta yanlışdır. Şaxta yox, şaxta olmalıydı. C variantını götürdük. 5-ci sual. Verilmiş sözləri ümumi məna altında birləşdirsək, hansı söz kənarda qalar? Yəni, ora aid olmaz. Qərənfil nədir? Gül. Qərənfil güldür. Bənövşə güldür. Yasəmən güldür. Küknar ağacdır. İndi, üçü güldü, biri ağacdır. O da deyir, hansı söz kənarda qalar? Əlbəttə ki, D bəndi, küknar. Cümlənin sonuna hansı hərəkət bildirən söz yazılsa doğru olar. Mən bağdakı ağacları sabah suladım, sulayacağam, sulayıram, sula. Biz sizinlə hərəkət bildirən sözlərin, yəni feillərin zamanlarını keçəndə demişdik ki, 3 zamanı var. Keçmiş zaman, indiki zaman, gələcək zaman. Keçmiş zaman dünəni bildirir, indiki zaman bugünü bildirir, gələcək zaman isə sabahı bildirir. Deməli, burada da sabah sözü verdiyinə görə bizə gələcək zaman lazımdır. Mən bağdakı ağacları sabah sulayacağam. Cavab B bəndi. Növbəti 7-ci sual. Uyğunluğu müəyyən et. Tərkibində yalnız qalın saitlər işlənib. Qalın saitlər hansıdır? A, I, O, U. Yalnız və yalnız bu olmalıdır. Məsəl üçün, B bəndində alim verib. A qalındır, amma I incədir. Deməli, olmayacaq. O olmayacaq. Meşə sözündə ümumiyyətlə qalın söz yoxdur. Qalın sait yoxdur. Keçi sözündə qalın sait yoxdur. A bəndini götürürük. O qalın, U qalın. Verilmiş tapmacanın cavabı hansı bənddə təsvir olunub? Yağış yağanda çimər yuyunar, yayda geyinər, qışda soyunar. Sizcə bunun cavabı nədir uşaqlar? B bəndi ağac. 9-cu sual. Hansı söz sətirdən sətrə yanlış keçirilmişdir? Uşaqlar, biz sözləri sətirdən sətrə nəyin vasitəsilə keçirdirik? Hecaların. Yəni, söz düzgün hecaya ayrılırsa, sətirdən sətrə də düzgün keçirilir. Bostan doğrudur. Bayraq doğrudur. Heykəl doğrudur.
Yəni verilən hecalar doğru bölünüb. To, yug olmalıdır. To, yug. Amma burada nə verib? Toy, ug. Axı biz toy, ug demirik. To, yug deyirik. Ona görə də C bəndi yanlışdır. Bu səhifənin sonuncu sualı. Sonuncu hərfi. Deməli, sözün ən sonuncu hərfi, ən axırıncı hərfi. Fərqli tələffüz olunan sözlər olan hissələri rəngləsək. Deməli, fərqli tələffüz olunanları rəngləsək, aşağıdakilərdən hansı alınır? İndi gəlin bunu rəngləyək. Elə buradakı rənglərdən birini seçək. Qızıl. L elə olduğu kimi qalır, rəngləmirik. Üfüq. Q olduğu kimi tələffüz olunmur, rənglədik. Qartal olduğu kimi tələffüz olunur. Çoban olduğu kimi tələffüz olunur. Ulaq yox, ulaq. Fərqli tələffüz olunur, rənglədik. Konfet sözündə T olduğu kimi qalır. Çiçək yazırıq, amma çiçək deyirik. Deməli, bu da fərqli tələffüz olunur, rənglədik. Eyvan sözündə N olduğu kimi qalır. Heykəl sözündə də L olduğu kimi qalır. İndi uşaqlar, bizim rənglədiyimizi aşağıdakı bəndlərdə tapmalıyıq. Sizcə bizim rənglədiyimiz sxem harda var? Əlbəttə ki, C bəndində. 7-ci səhifəni bitirdik. 8-ci səhifəyə keçid alırıq. Boşluğa hansı nəzakətli ifadə uyğundur? Biz bugün yeni mənzilə köçəcəyik. Təsəvvür edin ki, bir yoldaşımız gəlir sizə deyir ki, biz bugün yeni mənzilə köçəcəyik. Siz ona cavabında nə deyərsiniz? Çox sağ ol, minnətdaram, xeyirli olsun, üzr istəyirəm. Əlbəttə ki, biz ona xeyirli olsun deyəcəyik. Çünki əgər biri təzə bir əşya, nə bilim, təzə ev, təzə maşın alarsa, əldə edərsə, biz yalnız və yalnız ona xeyirli olsun sözünü deməliyik. İkinci sual. Hansı atalar sözü məna baxımından digərlərindən fərqlidir? Savadsız adam kör kimidir. Uşaqlar, burada söhbət bilikdən gedir. Çünki savad bizim biliyimizdir. Doğma yurt şirin olar. Burada söhbət vətəndən gedir. Hər quşa öz yuvası doğmadır. Burada da söhbət vətəndən, yurtdan gedir. Vətənin tüstüsü də şirindir. Yenə də burada söhbət vətəndən gedir. İndi birinci atalar sözü biliyə aiddir. İkinci, üçüncü, dördüncü atalar sözü vətənə aiddir. Və bizdən fərqli olanını istəyirdi. Fərqli olan da bilikdir. A bəndini götürdük. Hansı şəklin adına çı, çi, çu, çü hissəciyi əlavə etmək olmaz? Gəlin çı, çi, çu, çünü yadımıza salaq. Çı, çi, çu, çü leksik şəkilçidir. 4 cür yazılır. Bu şəkilçi peşə əmələ gətirir və bu şəkilçi qoşulan söz insan varlığı bildirir. Kim sualına cavab verir? İndi süd olur südçü. Belə bir söz olur. Pambıq olur pambıqçı. Belə bir peşə var. Piano olur pianoçu. Belə bir peşə var. Ulduz ulduzçu. Uşaqlar, belə bir peşə yoxdur. Ona görə də D bəndi yanlış götürülür. Şüar nədir? Şüar nədir? İnformativ mətndə verilən məlumatlar, mətndən kənarda tanış olmayan sözlərin izahı, müəyyən mövzu ilə bağlı qısa və yadda qalan çağırış, istək, arzu, xahiş mənasını bildirən cümlə. İstək, arzu, xahiş mənasını bildirən cümlələr nida cümləsidir. İnformativ mətn bu ümumiyyətlə şüar deyil. Mətndə kənar tanış olmayan sözləri biz izahlı lüğətdə öyrənirik. Bu da şüar deyil. Cavab C bəndidir. Müəyyən mövzu ilə bağlı qısa və yadda qalan çağırışa şüar deyilir. 5-ci sual. Verilmiş cümlə hansı sözlə tamamlanarsa əmr cümləsi alınır. Uşaqlar, bizdən əmr cümləsi istəyir indi. Əmr cümləsi nədir? Göstəriş bildirir. Yəni, dur bunu elə. Qapını ört.
mənə su gətir. Yəni əmr, göstəriş formasında olur. Məktəbimizdə yeni kitabxana tikilir, tikiləcək, tikildi, tikilsin. Sizcə burada hansı əmr oldu? D bəndi tikilsin. Məktəbimizdə yeni kitabxana tikilsin. Verilmiş sözlər hansı ümumi məna altında birləşər? Gəlin sözlərlə tanış olaq. Göyərçin, bayquş, sərçə, leylək, şahin, qarağa. Bunlar hamısı nədir? Quşdur. Ona görə də C bəndi quşları götürdük. 7-ci sual. Çox dil biləndə dünyanı gəzmək, fərqli mədəniyyətləri öyrənmək asanlaşır. Doğru. Çox dil bilmək beynin daha yaxşı işləməsinə də təsir edir. Birdən çox dil bilənlər diqqətlərini daha yaxşı cəmləyə bilirlər. Yeni bir dil öyrənmək yaddaş, müşahidə və qərar vermə bacarıqlarını inkişaf etdirir. Deməli, sualımız budur. Mətnin məzmununa uyğun olmayan ifadə hansıdır? Dil bilməyin beynin inkişafına təsiri. Bax, bu haqda məlumat var idi. Baxın, buradadır. Beynin inkişafına təsiri. Bu haqda məlumat var. Birdən çox dil bilənlər diqqətini daha yaxşı cəmləyə bilir. Bu haqda da məlumat var idi. Diqqət. Baxın, bu haqda da məlumat var. Çox dil bilməyin fərqli mədəniyyətləri öyrənməyi asanlaşdırır. Çox dil bilməyin müxtəlif əsərlərin asanlıqla oxunmasına kömək edir. İndi uşaqlar, mədəniyyətləri öyrənməyi asanlaşdırır. Bu haqda da məlumat var. Bu haqda da məlumat var. Amma burada müxtəlif əsərlərdən heç bir söhbət getmir. Ona görə əsərlər haqqında heç bir məlumat yoxdur. Raketka sözünün mənası aşağıdakilərdən hansıdır? Raketka. Raketka əsasən tenis oyununda topu vurmaq üçün oval torlu kürəciyə deyirlər. Yəni, bunun tərifi budur. Bizim söz deyil, alınma sözdür. Amma mənası bu cür izah olunur. Tenis oyununda topu vurmaq üçün oval torlu kürəcik. Hansı cümlədə ahəng qanuna tabi olmayan söz var? Uşaqlar, ahəng qanunu gəlin yadımıza salaq. Sözdəki qalın və incə saytlarının bir-birini izləməsinə ahəng qanunu deyilir. Yəni, sözdə ya hamısı qalın sayt olmalıdır, ya da hamısı incə sayt olmalıdır. O zaman bu söz ahəng qanuna tabi olur. Sözdə həm qalın, həm incə sayt varsa, o zaman bu söz ahəng qanuna tabi olmur. Bizdən də tabi olmayanı istəyir. Cümlələri nəzər yetirsək, elə birinci cümlədə həmin söz nəzərimizə çarpır. Şagird sözündə A qalındır, İ ilə Ə incədir. Deməli, burada həm qalın, həm incə saytlar var. Deməli, düzgün cavab A-nı götürürük. Digər bəndlərdə isə ahəng qanunu pozulmuş söz yoxdur. Azərbaycan dilinə aid olan 10-cu sualımız. Hansı heyvanın adındakı bütün saytlar qalındır? Hamısı qalın olmalıdır. Qalın saytlar A, I, O, U. İnək. İnək sözündə İ saytı var, Ə saytı var. Bu qalın deyil. Ayı sözündə A, I. Pişik sözündə İ, İ. İt sözündə İ. İndi hansında qalın saytlar oldu? B bəndində. Hamısı qalındır. Keçək riyaziyyat dərsinə. Deməli, məsələmiz bu cür. Fidan hər birində 20 kiloqram olan 2 torba. Bu dairələri iradi olaraq çəkirik, yəni 2 torba qənd və hər birində 20. Məsələni addım-addım işləyək. 2 torbadır, hər birində 20 və hər birində 1 kiloqram olan 4 torba. 4 dənə torba çəkirik və hər birində 1 kiloqram olan 4 torba düyaldır. Fidan cəmi neçə kiloqram ərzə qaldı? Deməli, 20 üstəgəli 20, 40. Bunların da cəmi eləyir 4. 40, o da 4. Eləyir 44. Cavab C bəndində. Mehribanın pul qabısında 18 manat pulu var. Atası
Pulqabıya 21 manat da atdı. İndi əgər pulqabımıza 21 manat əlavə olunarsa bizim pulumuz artır yoxsa azalır? Əlbəttə ki, artır. Deməli 18 manat var idi. 21 manat da gəldi. Eləyir neçə? 39 manat. Sonra 39 manatın Mehriban pulqabısındakı pulun, yəni 39 manatın 28 manatını xərclədi. Uşaqlar, biz pulu xərcləyəndə pulumuz artır yoxsa azalır? Əlbəttə ki, azalır. 39 manatımız var idi və biz onun 28 manatını xərclədik. Neçə manatımız qaldı? 11 manat pulumuz qaldı. Müqayisələr. Hansı müqayisə doğrudur? Doğru olanını istəyir. Gəlin əvvəlcə ədədləri tapaq. 1, bu da 6, 16, 2, o da 4, 24. Deyir 16 24-dən böyükdür. Xeyr, yanlışdır. 16 24-dən kiçikdir. Deməli bu yanlış. 2, o da 3, 23. 2, bu da 5. Neçə elədi? 25. 23 25-dən kiçikdir. Bu doğrudur. Gəlin amma öbürslərini də yoxlayaq. 2, o da 1, 21. 1, o da 1, 11. 21 11-dən kiçikdir. Xeyr. 21 11-dən böyükdür. D variantı 1, o da 5 eləyir 15. 1, təklikdə də 1 eləyir 11. 15 11-dən kiçik deyil. 15 11-dən böyükdür. Düzgün cavabımız elə B bəndi idi. Verilmiş ədədlərin artan sırayla düzülüşü hansı ədəd oxuna uyğun gəlir? Deməli, 30-dan sonra 48 gələ bilər. Ya da 60-dan qabaq 48-52 gələ bilər. 65 ilə 60 ilə 90 arasında gələ bilər. İndi buradakı mənanı izah edeyim. Məsəl üçün, niyə görə D ola bilməz? Mən deyirəm ki, D deyil. Niyə görə ola bilməz? Sualını sizə izah edirəm. 48-52 60-dan kiçik olan ədədlərdir. Düzdür? Amma burada 60-dan sonraki ədədlər verilir və 60-dan sonraki ədədlər 60-dan böyük olan ədədlərdir. 48 ilə 52 isə 60-dan kiçikdir. Ona görə D variantı ola bilməz. Bəs niyə C variantı ola bilməz? 48 50-dən kiçikdir. Baxın, yəni sol tərəfində olmalıydı. Amma burada yalnız sağ tərəfdəki ədədlər verilir. Ona görə C variantı da ola bilməz. Yerdə qalır A variantı ilə B variantı. Deyək ki, 48 30-dan böyük, 40-dan kiçik. 48 40-dan böyükdür. Bizə 40-dan kiçiklər lazım deyil. Ona görə bu damalar da artıqdır. Düzgün cavab belə uşaqlar A bəndidir. 60-dan kiçik olanlar 48 ilə 52. Baxın, 60-ın sol tərəfində yerləşdi. 65 isə 60-dan böyükdür. 60-ın sağ tərəfində yerləşdi. Düzgün cavab A variantı. İndi saat 11:00-dur. Neçə 00-dır daha doğrusu. Neçə saatdan sonra 20:00 olacaq. Deməli, hal-hazırda 11-dir. 20:00 neçə saatdan sonra olacaq? 20:00-dan çıxırıq 11:00. Dəqiqəni dəqiqədən çıxırıq. Saatı da saatdan çıxırıq. Neçə eləyir? 9 saat. Deməli, 9 saatdan sonra saat 20:00 olacaq. 6-cı sual. Hansı bənddəki məbləğ 1 manatı ifadə eləyir? Uşaqlar, 1 manat nəyə bərabərdir? 100 qəpiyə. İndi 75 qəpik üstə gəl 25 qəpik bərabərdir 100 qəpik. Elə o da eləyir 1 manat. 1 qəpik 1 manat ola bilməz. 10 qəpiyin üstünə 1 manat gəlsə eləyir 1 manat 10 qəpik. Amma bizdən elə 1 manat istəyir. Yəni 1 manat olan. 1 manat 10 qəpiyin üstünə gələndə yenə eləyir 1 manat 10 qəpik. Ona görə düzgün cavab A bəndidir. Hansı müqayisə doğru deyil? İndi gəlin bunları aralayaq. 55-dən 33 çıxanda qalır 22. 22-nin üstünə 40, 62. 62 65-dən kiçikdir. Doğru. 15-in üstünə 55.
70. 70'dən 23 çıxanda qalır 47. 47 40-dan böyükdür. Doğru. 22 üstünə 58 80. 87-dən də 80 çıxanda qalır 7. Yazıb ki 7 7-dən kiçikdir. Yanlış. Çünki 7 7-yə nədir? Bərabərdir. Deməli yanlış da C variantıdır. Amma yenə də gəlin D variantını da yoxlayaq. 40 üstünə 18 eləyir 58. 92-dən də 58 çıxanda qalır 34. 34 böyükdür 33-dən. Doğru. Bizdən yanlış istirdi. C variantını götürdük. Bir dərzi 25 metr parçadan 3 dəfə 4 metr, bir dəfə də 5 metr istifadə edib. Deməli, 3 dəfə 4, bir dəfə 5. 3 dəfə 4-ü tapmaq üçün nə edirik? Əvvəlcə xərclədiklərimizi tapmalıyıq. Əvvəlcə xərclədiklərimizi tapırıq. 3 dəfə 4 götürmüşəm. Yəni 3 dənə 4. 12 metr burada götürmüşəm. Bir dənə 5 götürmüşəm. 5 metr burada götürmüşəm. Ümumi neçə metr idi? 25. Demək 25 varımızdır. 12 ilə 5-i xərcləmişik. Əvvəlcə xərclədiklərimizi toplayırıq. 17 və 25-dən xərclədiyimizi çıxırıq. Yəni işlətdiyimizi çıxırıq. O da eləyir 8. Deməli 8 metr parça qalır. Sinif nümayəndəsi seçimində Ayşən 17 səs toplayıb. Sərxana verilən səs sayı Ayşənin səs sayına 8 vahid azdır. Azdır deyirsə çıxmalıyıq. 17-dən çıxıram 8-i. Edir neçə? 9. Deməli 17 Ayşənin səsidir. 9 Sərxanın səsidir. İkisinə cəmi nə qədər səs verilib? Cəm istəyir. Cəm nədə olur uşaqlar? Toplamada. 17-nin üstünə gəlirik 9-u. O da eləyir 26. Növbəti sual. Sona xanım 8 aylıq kreditlə paltar yuyan maşınını aldı. İlk ödənişini sentyabr ayında verib. İlk ödənişini sentyabr ayında edən Sona xanım ən son ödənişini hansı ayda edəcək? Deməli, uşaqlar neçə aylıq alıb? 8 aylıq. Hansı aydan başlayır? Sentyabrda. İndi gəlin bir ayları yazaq. Sentyabrdan başlayaraq 8 dənə yazaq. Sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral, mart, aprel. İndi sayaq görək 8 dənə oldu. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 ay oldu. Deməli, sentyabrda başlamışıq və hansı ayda bitiririk? Aprel ayında bitiririk. Aprel ayda hansı bəndədir? B bəndində. Sonuncu səhifəmiz. Aynur 50 qəpiyə qələm alıb. 20 qəpiyə pozan aldıqdan sonra. Deməli, Aynur 50 qəpiyə qələm, 20 qəpiyə pozan aldıqdan sonra 20 qəpik pulu qaldı. Gəlin 2 dənə xana çəkək. Bu olsun bizim xərclədiyimiz, bu da olsun cibimizdə qalan pul. Nə xərcləmişik? 50 qəpik 1, 20 qəpik 1 xərcləmişik. Neçə qəpik olur? 70 qəpik. 70 qəpik xərclədikdən sonra cibimizdə nə qədər qalıb? 20 qəpik. Deməli, bu ikisi bir yerdə mənim əvvəlki pulum edir. 70 qəpik xərcləmişəm, 20 qəpik qalıb. Deməli, mənim əvvəl nə qədər pulum olub tapmaq üçün bunları nə edirik? Toplayırıq. 70-in üstündən 20 eləyir 90 qəpik. İkinci sual. İkinci sualı eləməmişdən öncə məsləhət görürəm ki, videonu saxlayın, özünüz yerinə yetirin, daha sonra isə birlikdə yoxlayaq. Verilmiş misallardan hansının cavabı səhvdir? Səhv istəyir bizdən. 35-in üstünə 25 eləyir 60. 60-dan 12 çıxanda 48. Doğru. 45-in üstünə 14 59. 98-dən də 59 çıxanda qalır 39. Doğru. 45 çıx 16. 15-dən 6
9, o da eləyir 2, 29. 29-un üstünə 24 gələndə nə edir? 9-un üstünə 4, 13, 3 yazdıq, 1 yadda, 2-nin üstünə 2, 4, bir də yadda 5. Neçə eləyir? 53. Amma burada nə verib? 54. Deməli, bu yanlışdır. 90-dan 49 çıxanda qalır 41. 53-ün üstünə 41 gələndə də eləyir 94. Bu doğrudur. Bizdən səhvi istəyirdi, yəni yanlışı C variantına götürdük. Vahid yarışda 6 xal yığıb. Deməli, Vahidin xalı 6. Elnur isə 4 xal yığıb. Fatimə Vahidin xalının 2 qatı qədər. Vahidin neçə xalı var idi? 6. 6-nın 2 qatı neçə eləyir? 12. Deməli, Fatimə də 12 xal yığıb. İndi sual. Uşaqlar cəmi neçə xal qazandılar? Cəm istəyirsə nə edirik? Bunların hamısını toplayırıq. 6-ın üstünə 4, 10, 10-un üstünə 12, eləyir 22. Uşaqlar cəmi 22 xal qazanmışdılar. Təklik mərtəbə vahidi 4 olan ən böyük 2 rəqəmli ədədin üzərinə 5 əlavə etdikdə neçə alınır? Uşaqlar, biz nə keçmişik? Əgər bizdən təklik, onluq, 2 rəqəmli, 3 rəqəmli deyirsə, həmin dəqiqə o sxemi çəkməliyik. 2 rəqəmli dediyinə görə 2 rəqəmli sxemi çəkdim. Təkliyi nədir? 4. Təkliyinə yazdım 4. Və ən böyük deyirsə, ən böyük, deməli mən onluğa ən böyük rəqəmi yazmalıyam. Neçə eləyir? 9. İndi alınan ədəd nə oldu? 94. Deyir, indi həmin ədədin üzərinə 5 əlavə et. Əlavə et nə deməkdir? Üstünə 5 gəl. 94-ün üstünə 5 eləyir 99. Mələyin 6 addımda ölçdüyü xalçanı anası 3 addımda ölçür. Deməli, mələyin addımı anasının addımının 2 qatıdır. Mələyin addımı, yəni 3-ü 2-yə vuranda eləyir 6. Anasının 12 addımda ölçdüyü uzunluğu mələk neçə addımda ölçər? İndi baxın, ana 3 addımda ölçmüşdü, mələk ondan 2 dəfə çox ölçür, eləyir 6. Əgər ana 12 addımda ölçürsə, deməli mələk ondan yenə də 2 dəfə artıq ölçəcək. O da 12-ni 2-yə vurmanı əslində bir sinifdə keçmişik. Amma 12-nin 2-yə vurulması nə deməkdir? 12-nin 2 qatı. Biz 12-nin 2 qatını onun toplanması şəklində də keçmişik. 12 üstə gəl 12 eləyir 24. Deməli, mələyi 24 addımda bunu ölçəcək. Altıncı sual. Onluqların sayı təkliklərinin sayından çoxdur. Çox olmalıdır. Onluqlarının sayı təkliklərinin sayından çox olan ədədlər hansı bənddə düzgün qeyd olunub? Yəni, onluq təklikdən böyük olmalıdır. 3 5-dən böyük deyil. 4 3-dən böyükdür. Baxın, onluqlara baxırıq. 8 7-dən böyükdür. 3 1-dən böyükdür. 4 6-dan böyük deyil. 7 8-dən böyük deyil. Alınan ədədlər hansı oldu? 43, 87, 31. Bunları qarşılıq şəkildə veriblər, amma yəni hamısı D variantında verilmişdir. 7-ci sual. Fərid 83 səhifəli kitabın 1-ci gün 17 səhifəsini, 2-ci gün 24 səhifəsini oxudu. Deməli, əlimizdə var 83 səhifə. 1-ci gün nə qədərini oxumuşuq? 17-si. 2-ci gün nə qədərini oxumuşuq? 24. İndi görə bizdən nə istəyir? Kitabın neçə səhifəsi oxunmayıb, yəni neçə səhifəsi qalıb. Deməli, biz bunu, yəni sinifdə xərclər və cibimizdəki pulla götürsək, deməli, varımızdır 83, xərcləmişik 17 və 24. İlk öncə nə edirik? Xərclədiklərimizi toplayırıq. 17-nin üstünə 24-ü gəlirik. O da edir 41. Sonra cibimizdəki puldan həmin 41-i çıxırıq. 3-dən 1, 2, 8-dən 4, 4. Cavab nə edir? 42. Deməli, hələ 42 səhifəmiz qalıb.
Birinci qabda 18 alma var idi. Birinci qabda 18. Yazaq bura 18. İkinci qabda bundan 7 dənə az. Aha. 18-dən 7 dənə az nə olacaq? 11. Üçüncü qabda ikincidən, yəni 11-dən 3 dənə çox. 11-dən 3 dənə çox neyinir? 14. Sual 3 qabda cəmi neçə alma var? Cəm nədə olur? Toplamada. Əvvəlcə 18-in üstünə 11 gəlirik. 18 üstə gəl 11. Eləyir 29. Sonra 29-un üstünə gəlirik 14. 9-un üstünə 4, 13, 1 yadda. 2-nin üstünə 1, 3, 1 də yadda 4. Deməli, cəmi 43 kiloqram alma var. Kiloqram yoxsa dənə fərqi yoxdur. Yəni 43. Düzgün cavabımız 43. Qutuda 3 qırmızı, 2 göy düymə var. Baş hərflərlə qeyd elədim. Əsmət qutuya baxmadan 2 dənə düymə çıxartdı. Qutuya baxmadan neçə dəfə də düymə çıxardırıqsa çıxardaq, qutuda hansı rənglər varsa biz o rəngləri çıxarda bilərik. Məsəl üçün, bir dəfə əlimizi atdıq, o ya qırmızı çıxacaq, ya göy çıxacaq. Məsəl üçün, deyək ki, 4 dəfə düymə çıxartdıq, yenə də ya qırmızı çıxacaq, ya göy çıxacaq. Çünki torbada olan rənglər qırmızı və göydür. İndi sual budur. Düymələr aşağıdakilərdən hansı ola bilməz? Qırmızı ola bilər. Çünki 3 dənə qırmızıdır. Burada 2 qırmızı uyğundur. Göy ola bilər. Çünki 2 dənə göy var. Bir qırmızı, bir göy. O da ola bilər. Amma sarı rəng çıxa bilməz. Ona görə də C variantını düzgün olaraq qeyd edirik. Çünki burada sarı rəng yoxdur. Sonuncu sualımız. İndi saat 14:00-dır. Yəni saat 2-dir. 25 saatdan sonra saat neçə olacaq? Uşaqlar, bir günümüz neçə saatdır? Yəni bir sutkamız. 24 saat. Əvvəlcə 25 saatdan bir sutkadakı, yəni bir gündəki saatları çıxaq. Yerdə qalır 1 saat. Bunu niyə çıxırıq? Çünki, bax deyək ki, indi hal-hazırda saat 12-dir. 24 saatdan sonra yenə saat olacaq 12. Yəni bir günün tamamında saat eyni vaxtı göstərir, eyni zamanı göstərir. Yəni saat 14 deyil, 24 saatdan sonra yenə olacaq 14. Ortada neçə saat artığımız qalır? 1 saat artığımız qalır. Deməli, saat 14:00-dır. 24 saatdan sonra olacaq yenə 14:00 və bu 1 saat artığı da üstünə gəlsək, yəni 14:00-ın üstünə 1 saatı gəlsək, eləcək 15:00. O da var A bəndində. Bugünkü dərsimiz bu qədər.